Əziz YouTube kanalımız izləyiciləri, sizlərə dağın düz təpəsində, gölün kənarında, çöl şəraitində kofe təqdim edirik. Yəni kofeni sevən insanlar görün ki, hansı ekstremal vəziyyətlərdə onu dəmləyirlər, hazırlayırlar. Və mənzərəyə siz bir dənə pomidorla davam edin. Burada qəşəng pomidor doğranılır, qızlar. Gələm çəkilir. Saçlarımın ətri nasıl olacağımsa neylərim ya sana Ya bu da bizim Şabra rayonunda yerləşən biz gölümüz daxili. nasıl olacağımsa Və kanala səyahət izlədiyiniz sizlərə təşəkkür edirəm. İzləmədə qalın, daha maraqlı olacaq.